Xoş gördük əziz dinləyicilər. Bu günlərdə bilirsiniz ki, Trump artıq Çinə səfərə gedib. Bununla bağlı həm də Amerika-İran müharibəsində bilirsiniz bu barədə mən çox danışmışam. Yəni Türkiyənin mövqeyi, Pakistanın mövqeyi, ərəb ölkələrinin mövqeyi. Bundan mən çox danışmışam və bildirmişəm ki, bu günlərə vəziyyət elə bir vəziyyət yaranıb ki, hər bir dövlət özünə müttəfiq axtarır. Bilirsiniz, Türkiyədə bir müttəfiq axtarmaq istəyir və Pakistan, Səudiyyə Ərəbistanı Türkiyə müttəfiqliyi sanki buna doğru gedirdi, amma bu da alınmadı. Bununla bərabər həm də artıq ərəb ölkələri ilə Pakistanın vəziyyəti pisləşir. Və digər məsələdə isə biz Amerikanın artıq Pakistan və Türkiyəni tənqid etdiyini görürük. Bilirsiniz, orada respublikaçılardan Graham, senator Grahamın məhz Türkiyəni ixvançılıqda, İrana meyilli, Rusiyaya meyilli olmasında, Pakistana artıq diqqət yetirilməsinə başlamaqda, Pakistanın İran təyyarələrini gizlətməkdə suçlaması da bunlar çox ciddi arqumentlərdəndir ki, biz bundan danışırdıq, hər zaman mən bildirirdim ki, bizim müttəfiqliyimiz ilə Türkiyənin öz müttəfiqliyi də məhz səhv yerdədir. O Çini, Rusiyanı özünə müttəfiq görə bilməz və yaxud da ki, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə müttəfiqliyi də baş tutan bir müttəfiqlik deyil. Yəni bu günlərdə artıq biz bunun şahidi olduq və bu qopmanın, bu parçalanmanın şahidi olduq. Onlardan biri də əlbəttə Birləşmiş Ərəb Əmirliyi 3,5 milyard dolların da Pakistandan çəkməyə hazırlıq, depozitin geri qaytarılmasından danışır. Türkiyənin də vəziyyəti bu mənada pisdir. Çünki Türkiyənin də bilirsiniz ki, iqtisadiyyatı kövrəkdir. Və Səudiyyə Ərəbistanının da belə bir addım atması. Bugün bilirsiniz ki, Səudiyyə Ərəbistanı və Pakistan bir müttəfiqliyə doğru gedir. Amma bu günlərə o müttəfiqlik də daşa dəydi. Çünki artıq onlar da əməli iş istəyirlər müttəfiqlərindən. Amma başa düşmək lazımdır ki, bu günləri Pakistan da hara qədər çəkək, Pakistan bu günləri Çinin hərəkəti ilə, Çinin siyasəti ilə hərəkət edir və pərdə arxası Çinin həmişə siyasəti bu formadadır ki, o özü görsənmədən arxadan, pərdə arxası hərəkət edir. Bütün bunlar bu günləri faş olur və ortaya çıxır. Biz Amerikadan artıq bu günlər indi Trump hakimiyyətdədir, amma sabah hakimiyyətdə olmadıqda biz artıq Türkiyəyə qarşı, Pakistana qarşı ciddi bir addım görəcəyik. Bugün onun İrana qarşı olan siyasəti və Çinə qarşı olan siyasəti, Rusiyaya meyilli olan siyasətinə çəki düzən verməyə və bunun cavabını verməyə hazır olmalıdır. Bu yaxınlarda, məsələn, bu günlərdə Xəqani Cəfərli də mən çox sevdiyim siyasətçilərdən biri. Xəqani Cəfərlinin də bu barədə bir məqaləsi var ki, mən də o məqaləni oxudum və sizi də bu məqaləni oxumağa dəvət edirəm ki, Azərbaycanda ən çox sevdiyim və kifayət qədər ciddi siyasi analitiklərdən biridir ki, o məsələyə məhz bu günləri o da məhz Xəqani Cəfərli də fikrini bildirib və düşünürəm ki, mən indiyənə qədər bu barədə müttəfiqlik barəsində çox danışmışdım və bu gün onun üst-üstə gəlir. Türkiyə iqtisadiyyatı bərbad vəziyyətdədir. O da məhz Birləşmiş Ərəb Əmirliyindən və yaxud da Səudiyyə Ərəbistanından bir zərbə alarsa maliyyə məsələsində. Çünki onlar konkret bildirmək istəyirlər ki, öz mövqeyinizi ortaya qoyun və bu mövqeyi də ortaya qoya bilmirlər. Çünki Pakistan və Türkiyə Çin meyilli, Rusiya meyilli siyasət yürüdür və bu formatda siyasətin yürüdülməsi də bizim regionumuz üçün, elə bizim müttəfiqlərimiz üçün də faciədir. Biz həmişə danışanda ki, biz İsrail-Amerika müttəfiqliyi bizi daha qabağa çəkə bilər, Türkiyə bu müttəfiqlikdən kənara getməməlidir dedikdə, bax bunları nəzərdə tutulur. Bu yaxınlarda bilirsiniz ki, məhz Birləşmiş Böyük Britaniya ilə Türkiyənin də belə bir müqavilə imzaladı. Məhz Britaniya, belə deyək, Türkiyəni xilas edə, bu müttəfiqliyi Türkiyəni xilas edə bilərsə, məhz bugünkü Amerikanın mətbuatının da, CNN-in də, CBC-nin də, digərlərinin də bu mənada artıq fikirlərini bildirməsi bizim sözümüzün nə qədər aktual olduğunun biz şahidi oluruq və yenə də bildirəm ki, bu Azərbaycan üçün də bir təhlükə faktorudur. Azərbaycan müttəfiqləri elə məhz başda Türkiyə olmaqla heç vaxt o Rusiyanın, Çinin yanında onlara müttəfiq ola bilməz. Çünki onlara müttəfiq olarsa, bu Azərbaycanın da, Türkistanın da bütünlüklə siyasətinin əleyhinədir, onların xalqının əleyhinə getmək, onun tarixinin əleyhinə getməkdir ki, məhz bunu nə Türkistan, nə də Azərbaycan getmək istəmir və mən düşünürəm ki, elə burada da düz eləyirlər. Nəhayət Türkiyəni də bu ittifaqdan ayırıb, nəhayət Avropaya doğru, Avropaya getməklə, Böyük Britaniya ilə, Avropa ilə münasibətləri yaratmaqla bir ittifaqa doğru getməlidir. Çünki gələcəkdə, əlbəttə bu gələcək çox da uzaqda deyil, gələcəkdə həqiqətən Türkiyə özü də, Pakistan özü də fakt qarşısında qala bilər ki,
Bu da Türkiyəyə əlbəttə baha başa gələr. Təşəkkür edirəm diqqətinizə görə.